Da yəni ki, bir dənə burada kuxnada manqalı yox. 3, 4 otağı var imiş. Neyse mən səhv saldım. 4 otağı yeri də var. İndi cüzi danışmaq lazımdır. Salam əziz müştərilər, əziz izləyicilər. Sizə yeni Yasamalda düz 77-nin axırıncı dayanacağında 130 kvadrat bir mənzil göstərir. Super mənzil. Super, həddindən artıq gözəl. 3 otaqlı, geniş. Gəlin sizə göstərirəm. 2 dənə bir panoraması var. Yəni baxışı. Bax dəli ol. Yəni konkret dəli ol. Uşaqlar, bura yataq otağıdır əzizləyicilər. Yer parket, super remont. Mebellər hamısı İtaliyadan, xaricdən yəni gəlib. Gördüyünüz kimi. Bura balkondur. Yəni görürsünüz, dənizə mənzərəsi var. Sadəcə dəniz görükmür. Yer çöl dumandır. Gördüyünüz kimi mənzərəsinə baxın. Əziz müştərilər. İçəri remont gördüyünüz kimi göz oxşayır. Yəni full remont, super. Yataq otağında demişkən sanitar qovşaq, yəni hamam, gördüyünüz kimi hamamı falan hər şey var. Sanitar qovşaq bir yataq otağında. Mənzilin içində bir yataq otağından əlavə 2 dənə ayrı-ayrı sanitar qovşaq var. Bax gördüyünüz kimi remonta baxın uşaqlar. Adam girmək istəyir buradan. Yəni çıxmaq istəmir. Yəni jacuzzi, zat, hər şey də burada. Çim özü üçün yaşa da ləzzətli, super. Burada bir sanitar qovşaqdır. Baxın içəri. Hamısı yəni xaricdən gələn məhsullardır. Dizaynı da kim veribsə, yəni partladım da. Gördüyünüz kimi gəlin bir dənə də sizə yataq otağının birində, yox, bura kuxnada üzrlü sayın. Kuxna geniş. Kuxnada yəni ki, bir dənə burada kuxnada manqalı yoxdur. Manqalı yoxdur, manqalı bu kebabdır. Yəni o gözəlliyinədir. Bu da ikinci panoramasıdır. Yəni mənzilin ikinci panoraması. Okeandır, göldür, nədir? Bu duz göldür, nədir? Nəsə deyirlər də bilmirəm. Ora açılır. Otur burada, yəni sabaha kimi bax da, yəni çölə bax. Gəz, dolan, əla. Dizayna baxın bir də. Bunlar hamısı mərmər də, yəni xaricdən gəlib, heç bir Azərbaycan yoxdur. Qapılardakı İtalyan qaplarıdır. Maşın boyası ilə vurublar. Yəni qaqam bura pul qoyub. Əməlli başlı. Bura yəni girdiniz, bura şeydə koridor deyirlər. Yəni şıqa, ləzzətli, güzgü, geniş şıqa, sındı, üzərində, nəysə sındı. Gördüyünüz kimi mənzildə əsas üzərliyimiz var. Üzərlik. Yəni bu əsasdır. Yəni ataplenli, isti, ot kimi, ev yanır, istidən yanır. Burada uşaqlar zalıdır. Mənzilin zalıdır. Görürsünüz, zal görün nə qəşəngdir. Yuxarı, işıqlar falan, qəşəng. Pərdə, zal. Buradan da açırsan, hava baxırsan, cənnətdir də, yəni ki. Cənnət. Baxırsan, mənzildə kondisioner falan, hər şey, yəni ev yası qoyub da. Remontu da ki, super. Super. Aboy. Hamısı xarici aboylardır. Yer parket. Super parket yer görürsünüz də. Uşaqlar, bax burada 3-cü yəni, otağımızdır, yataq otağıdır. Burada super. Yəni, TV falan hamısı bahalı. Buradan əslində balkona da çıxış var. Yəni, bax buradan görürsünüz 3 dənə çıxış var balkona. Yəni, bax buradan da balkona çıxış var. Siri sistemi super. Yəni, içəridə mən vetrovka ilə, amma qol kəsi ilə gəzə bilərəm, titrəyimə baxmayaraq, yəni əladır. Yəni ki, alan bu evi gördüyünüz kimi çox gözəl, 130 kvadrat yəni sahəsidir, 3 otaqdan ibarətdir. Yəni 3 otaq, 1, 2, 3, 4, 4 otaq var imiş, neysə mən səhv saldım, 4 otaqlı imiş mənzilimiz. Uşaqlar, yəni buranın son qiyməti mənzil sahibinə təcili pul lazım. Heç Bakı şəhərində bu qiymətə mənzil yoxdur. Kim harada istəyir axtarsın. Yəni bu ərazidə, bu şəraitdə mənzil yoxdur. Mənzil sahibinə təcili pul lazım olduğuna görə 230.000 manata, yəni buranı təklif edir. Alanda, yəni aşağı yeri də var. İndi cüzi danışmaq lazımdır. Mənzil sahibinə yola gedən adamdır. Belədir. Yəni ki, yola gedəcək də. Alanda gəlir, yaşayır. Bir dənə taxt yoxdur. Taxtı qoy, otur, yaşa özü üçün. Mənzildə bir dənə çatışmayan nədir? Sizə deyirəm, burada bir dənə var, burada rozetka yox. Yəni ondakı ev sahibi deyir ki, tez bir zamanda oranı həll edəcəm. Görürsünüz, hər şey burada. Kok polojuna
santexniklər, nə bilim, elektriklər burada iş görüb. Konkret iş görüb. Hər şey də xaricdən gəlib. Yəni ki, burada bahalı gördüyünüz kimi hamısı da bahalıdır. Üzərləri də ki, İtaliyadan gəlib. Neysə, ben baxıyorum. Yəni, alan adam bizlə əlaqə saxlasın, xeyirli olsun, əsl ailə evi. Yəni, 10 nəfər qal yaşa. Sağ olun, hələlik görüşərik.